Hı hı. Çəkirik uşaqlar. İndi Namiq də gələr. Bu kameraya belə təmiz düşün. Aha. Sabahları konularımız tablolar işləmli. Sabahki sınavımızda. Ondan sonra matematikdə oran orantı, geometride açı kənar bağıntıları. İndi bir hardasa bir iki test o kamerayı bir dənə düzelt bir dənə əsas. Aha. İki test beraber arkadaşlar beraber çözüm yapacağız, tamam mı? İki test, iki tane video şeklinde. Birinci test, ikinci test. Beraber eləyər, hem tekrar eləmiş olarıq. Ondan sonra da bir iki tane de test verərəm eləyərik. Sonra sabaha görəm bir açı kənara dair bir yüngül bari test eləmiş olarıq. Və təkrarlayıb təkrarlamayan. İndi dənə-dənə uşaqlar müzakirəvi şəkildə şey eləyək. Birinci sual ilə Qumru bacı səndən başlayaq. Öncə xanımlardan başlayaq. Necə eləyərik birinci sualı? Halal olsun bala, düzdür. Yuxarıdakıların yerinə 3, 2, 5'i uyğun şəkildə yazırıq. A'nın yerinə 3, B'nin yerinə 2, C'nin yerinə 5. Yəni çox gözəl izah elədi. A'nın yerinə 3 yazanda 3'ün kvadratı üstə gəlinsin B vur C. 2 vurulsun 5'e. C kare 5'in kvadratı üstə gəlinsin B'nin kvadratı 2'nin kvadratı. Bərabərdir, bu da neçə eləyir? 19 bölünsün 25 plus 4 eləyir 29. Yəni 19, 29 Y bəndə oldu. Əli başladın mı? Hı hı. Ee, Hüseyin başladın mı Bayram? Hı hı. Gelelim ikinci suala. Çok güzel həqiqətən də Qumru cavab verdin. Yəni yaxşı izah elədin. Hı hı. İkinci sualı Əli Gül Məmmədov necə eləyərik? Birinci biraz önceki düz mütənasib idi. Bu ters mütənasibdir. Necə eləyərik Əli? Halal olsun bala. Bu ters mütənasibliyi olanda bayaq düz mütənasiblikdə oran nisbətində ədədləri. Bu dəfə isə nə edirdi uşaqlar? 1'ə bərabərlik. A'nın yerinə 3'də 1, B'nin yerinə 2'də 1, C'nin də yerinə 4'də 1. Yəni düz mütənasibdə olduğu kimi rəqəmləri qoyurduq Əli. Ters mütənasibdə isə 1 bölü 1 bölü 1 bölü. Yəni 2 vurulsun A'nın yerinə 3'də 1, üstə gəlinsin 3 vurulsun B'nin yerinə 2'də 1 qoyacağım. 2 vurulsun B'nin yerine 2'de 1, üste gelinsin C'nin de yerine 4'te 1 koymuş olacağım. Bu da ne olacak? 3'te 2, üste gelinsin 2'de 3. Aşağıda da olur ne? 1'in ise 4'te 1 gelen de eləyir neçə? 4'te 5 beraberdir, beraberdir. 4'te 5. Yukarıda olur neçə? 6'da 9 plus 4 13. Bu da kəsilə böləndə əli 13 bölü 6 ilə ne olur burada? 5'te 4 olur. 2'ye gidende 3 kalır. 2'ye gidende 2 kalır. Olur ne? 5'te 26. 5 3 sıfıranda edir 15'te 26. Yani Y bendi. Başladın mı Ayı Reşat Kasımov? Bayram başladın mı? Halal olsun. Hüseyin Hasan da düzdü mü? Halal olsun valla. Gumru yani sen biraz yaxşı uşaqsan, yaxşı başlayırsan. Aysun'a zaten soruşmama ehtiyac yoxdur. Buyurun Anar Bey. Bəli. Bəli. Burada elə K deyəndə gəl Namiq. X-in yerinə qoyuram nə? 2K. Y-in yerinə qoyuram. Keç. 3K. Z-in də yerinə qoyuram nə? 7K. Keç. Hı -hı. İndi aparıb yerinə qoyanda X-in yerinə 2K qoyanda 4K. Çıxılsın Y-in yerinə 3K. Üstə gəlsin Z-in də yerinə 7K qoyanda eləyir neçə? 8K. O da eləyir 32. K da nəyə bərabərdir? 4'e. Bizden Y istediğine göre 4'ü çarpan neçə eləyəcək? D bəndi yəni 12 eləyəcək. Bu sualın yenisi fasiküldə də var imiş. Fasikül bir sözə nədir? Uşaqlardan bəziləri o vurğunu şey eləmirlər fasikül. Biz o zarafat eləyirik həmişə. Hüseyin niyə başlamadın canım kardeşim? Sen yaxşı başlayırsan yoksa mən yaxşı izah edirəm? Təvazükar tələbə belə olur. Namik deyəcək də müəllim mən özüm kəlliyəm nə yəni? Ne toplama çıxmaya gücdən başlaşır. Zarafat eləyirik Namik. Namik sensiz ürəyimiz partlayır da dərs darıxılıbdır. Dördüncü sualı Namik izah ilə görək. Bəli. A'nın yerinə 2 düz mütənasiblik olduğuna görə B'nin yerinə 2. 3 yazırıq. 2'nin kvadratı 4. 2'nin 3'e vuranda 6. 3'ün kvadratı 9. A'nın kvadratı 2'nin kvadratı 4. 2'nin 3'e vuranda 6. 3'ün də kvadratı nə eləyir? 9 eləyir. Bu da eləyir
13 çıxı 6 7. Ondan da bir. C bəndi 7 oldu. Bayram çıxıb başladın mı? Çok kartop oynamısan. Önce kısa golda zaten gelmişsin. 2 sefer bir televizyondan durdum gördüm. Bu ne de o? Boy. İnanılmaz gar. Hı. Evet, bu kadar bu kolay bir soruyu tabii ki neden adı? Ayşe gelirse gelin konağımız olabilirsiniz. Sabaha göre tekrarlayırıq oran orantını. Gedin kitabxanaya uşaqlar, gedin kitabxanaya. Bugün kitabxanaya giden sabahları məktəbə gider. Sağ ol Letiş, sağ ol. Sağ ol Reşat. Evet, Reşat Qasımov 5-ci sualı izah eləyəcək. Bayram necə eləyərik? Reşat, bir gün qarda dərsə gəlmədin, təmiz tormozavoy adına da mexanический обработка oldun. Yutsa bilmirəm ta nə gəldi şey. Ədənə AC sən A'nın və C'nin yerinə 5 qoyuruq. B'nin və D'nin yerinə. Sizin valla dərsiniz gələndə mənə çox danışmaq tutur. A'nın yerinə 5 qoyuruq. 5-in üstə 1 gələndə. Yox. A'nın üstə B gələndə. 5-in üstə 1 gələndə eləyir 6. Bölünsün. C'dən D çıxanda. Yəni 5-dən 1 çıxanda eləyir 4. D'nin də yerinə 1 qoyuruq. O da nə olur? 5 bölü 6 vurulsun nəyə? 4-də 1-ə. O da eləyir 5 bölünsün 24-ə. Yəni C şıkkı. Əli Gülməmmədov başladın mı? Əli İmanlı başladın mı? Bəli, müəllim. Ya Allah haqqı. Allah haqqı. Çox Allah hamd sənlər həmişə ən çox yalançı olurlar. 6-cı sual Beyağlıları Anar Abbasov izah eləmişdir. Rəşad, can you explain it please? Question number 6. Bu oğlan istedadlı da. Bu oğlan istedadlı. X'in yerine 2K, Y'in yerine 3K. 2K'nın kvadratı olur 4K kvadrat. Üstə gələsin 3K'nın kvadratı eləyir 9K kvadrat. Bərabərdir 468'ə. 13K kvadrat bərabərdir 468'ə. K kvadrat bərabərdir 3 dəfə. Sonra burada neçə qalır? 3 dəfə 39 eləyir. Nəzər bildiniz? Hə, yaxşı. K bərabərdir 6-ya. İndi K 6 olanda 6'nı 2'ye vuranda elədi 12. 6'nı 3'e vuranda elədi neçə? 18. X-dan Y çıxanda neçə eləyəcək? Mənfi 6 yəni B bəndi. Namiq necəsən? Başladın da? Ali Gülməmmədov başladın mı? Bu şey adapte olduğunda biraz gec koşulmuşsan kursa şey elədin mi? Yox asandır da. İndi biraz dikkatli oldun mu? Məntiqi necə gəlir Ali? Hı. En çok gücü məntiqə vermək lazımdır 11'ler. 7-ci sual. Hə, bu sualda həmişə uşaqlar şaşırdılar. Hüseyin de İmanın qardaşı necə eləyir bunu? Sen Rusça'da görün ben başlaşıram Rusça. Da, da, pribavляем. Приравниваем, beraberleştiriyor ha. Ama burada noktada ihtiyaç yoktur da. Çünkü B de 3 kaldı. B de 3'sə, hele A pramoy 2'dir. B hele pramoy 3'tür. C de nedir? 4'tür. Yani bilirəm düz demiştin. Onu zaten şey. Deməli, biz 2 dənə nisbətin ortak hərflərinin fərqli qiymətlərində əboblara gəlirdi. Düzdür? Noktalar. Namik. Bunun sektorları uşaqları heç Rusça zəif bilirlər. Heç nədən adı. Azərbaycan daha yaxşı başlayırlar. Aha, ama burada B'ler eşit olduğu için o priravniyayım nədən adı o söhbət idi. Elə promo yerine koyanda içine A 2 koyuruq, C'nin yerine 4 koyuruq, C'nin yerine 4 koyuruq. 4 üstə gəl 10, 20 eləyir 24. İçində 4'e vuranda 8. Cavab elədi neçə? 3 yəni D bəndi. Başda olsun. Hı? Ha. Qar yağır, gün çıxıb işin. Hı. Aysun Ağazadə buyur. Qrupun ən güclü şagirdi olsun da. Tələsmə. Tələsmə, tələsmə. A üstə gəl B bərabərdir 72. Boğazı ağrıyırdı, ona görə 70 dedi. 70. Hə, bu bax üstəkini. Aha. Can, can.
76'dır. Hə, o bulanıq görsən. Hə, mən deyirəm mühasib vurma cədvəlini bilir. Ha. Necə eləyərik bunu? Şöyle bir şey de yapabiliriz. Bəli, 2-2 də çıxanda məsələn elə uşaqlar var ki, müəllimdən daha sürətli yerinə qoymanı bilirlər. Yəni məsələn birinci ilə ikincini çıxanda B çıx C qalır. 72-dən 54 çıxan neçə eləyir? 18. Danışdırsam hamı tibb istəyəcək. 72-də 54 çıxan biz. 18. Tərəf tərəfə toplayanda 2B bərabərdir. Toplayan neçə eləyir? 94. Anar. B də neçəyə bərabərdir? 47-yə. İnşallah ümid edirəm ki, səhv hesablama eləmədiniz. Dondurmaya düzələcək boğazın. B oldu neçə? 47. B 47 olan kimi A onda nə olacaq burada? 72-dən 47 çıxanda 25. A oldu 25. Yəni siz dediniz mən də yazdım ha, yəni bilmirəm. Yine hansıları kiçikdir? A kiçikdir C'dən. O da kiçikdir nədən? B'dən. Yəni E bəndi. Can. O baxanda görürəm söhbəti, mən ağır söhbət deyim, yəni bəli, bəzidəki çocuklar misallara baxanda orada müqayisələri olsun, yerinə qiymət qoyma, çarpanlar ayırmada məsələ üçün onları çox güclü bir şəkildə görə bilirlər. İndi müəllim hər zaman pedaqoq olaraq hələ mənim kimi güclü pedaqoqlar dərs keçəndə uşaqlar sinifin hər zaman ortasına görə dərs keçir müəllim, keçməlidir daha doğrusu. Çünki sinifdə gec anlayanlar var, tez anlayanlar var. Gec anlayıb da özünü tez göstərənlər var. Tez anlayıb da özünü gec göstərənlər var. Bunlara təvazökar insanlar deyirlər. Namik kimi, Namiqə söz verirdim. Çox zəkidir, amma çox zaman yəni işi garantiləmək baxımından deyirəm. Ona görə də biz hər zaman geniş-geniş izah edilmə dən yanayız. Açıkçası mən 2 həftədir bu şəkildə dərs keçmə taktikini dəyişmişəm. Bunu şey edeyim, sonra videonu bağlayıb yeni video çekiminə gedəcəm. Fransızların bir dənə olimpiyat səhifəsi tapmışam. Çox ağır misallar eləyirlər. Tamam mı? Bunu bilmirəm sizin dərsdə demişdim yoxsa yox. O gün qruplardan birində demişdim. Çox ağır matematikdə misallar eləyirlər. Amma adam matematiki izah eləyəndə o qədər asanlıqdan başlayır. Məsələn, üslü ifadəyə dünya olimpiyatından misal izah eləyir. Ama adam 7-ci sinifdən əsasları bərabər olan ifadələrin üstlərinin toplanmasına aid örnəklər verir. Yəni müəllim hər zaman özü yaxşı başa düşür, elə bilir ki, şagird də yaxşı başa düşür taktikindən. Nə qədər zor soru çözsə də hər zaman kolaydan gedir. Ona görə də misal üçün müəllim olsaq da 25 ilin müəllimi olsaq da görürük ki, arkadaşlar hər zaman sinifdə uy paketlər var hər zaman. Ona görə də nə etmək lazımdır? Onlara görə yəni asan misallardan, daha asan şəkildə öyrənmək ve öğretmeye de fayda vardır. Ona görə də sizin qrup hər zaman diğer gruplardan fərqlənir.